Salam, hər vaxtınız xeyir olsun. Nəhayət ki, qışın qarını, çovğunu geridə qoyduq, yaz ayları gəldi. Aldığımız balıqları elə həyətdə təmizləməyə başladım. Balığın ən yaxşısını, təzəsini necə seçmək olar, bu videoda onu sizinlə paylaşıram. Balığı alarkən ilk öncə onun pullarına, üzərinin selikli, yəni yapışqan olub olmamasına baxmaq lazımdır. Təzə balığın üzəri sürüşkən və qoxusuz olur. Qəlsəmələrinə baxmaq lazımdır. Qəlsəmələrin altı mütləq qırmızı olmalıdır, qan rəngində. Və əlimizlə həmin qəlsəmələrə baxırıq ki, əgər ona rəng sürtülübsə, rəng mütləq əlimizə çıxacaq. Balığın gözlərinə baxmaq lazımdır. Əgər balığın gözləri bulanıqdırsa, bu deməkdir ki, balıq yaxşı şəraitdə saxlanmayıb və köhnə balıqdır. Bir də ən yaxşı saxlanan balığın və təzə tutulmuş balığın gözləri mütləq açıq olmalıdır və parlaq olmalıdır. Balığın qulaqları və qəlsəməsi qırmızı qan rəngində təzə olmalıdır, qoxusuz olmalıdır. Əgər üfunət iyi, lehmə iyi gəlirsə, bu deməkdir ki, balıq artıq 2-3 gün kənarda qalıb. Təzə balığın qarnı hamar olur və dəniz qoxusu gəlir. Mən isə təmizlədiyim bu balıqdan ləvəngi hazırlayıram. İçini bir qədər fərqli hazırladım. Çox dadlı alındı, mütləq siz də sınayın. Soğan, cəfəri, qoz, kişmiş, duz, istiot əlavə edib qarışdırıram. 1-2 xörək qaşığı da nar turşusu, yəni nar şərab əlavə edirəm. Balığı da duz, istiot, sumaq və nar şərab vurub mütləq 1-2 saat soyuducuda saxlamaq lazımdır. Balıq indi boldur, baxmayaraq ki, hər ayda deyirlər balıq yeməyin, mütləq R hərfi olan ayda balıq yemək lazımdır. Amma indi bazardan başqa metrolarda, küçələrdə hər yerdə balıq satılır. Alimlərin fikrincə, uşaqdan böyüyə hər kəs il ərzində 18-20 kiloqram balıq yeməlidir. Balığın faydalarını saymaqla bitməz. Mən isə balığın içini doldurub, iynə sapla tikirəm. Bunu elə adicə bükę də bilərsiniz və 200 dərəcə sobada bişirirəm. İndi də gedək dovğu üçün göyərti yığmağa.